İranda inanmıram. Yani Amerika qoşunları Karakas'ta olduğu kimi desant rahat şəkildə Tehrana və yaxud da ki Təbrizə və hansısa bir şəhərə otursun. Çünki İran tam fərqli bir mənzərədir, tam fərqli bir necə deyirlər məkandır. Amma görünən odur ki, İranda da yəni hələ bir yaxın 1-2 aya prosesləri sürətləndirəcək qüvvələr olacaq. O qüvvələr Pezeşkiyanın devrilməsini istəyirlər. Pezeşkiyana qarşı çıxış edirlər. Pezeşkiyan özü də yəni bu prosesləri görür və onun son açıqlamaları ondan ibarət idi ki, bütün baş verənlərə görə məsuliyyəti mən daşıyıram. Yəni bir prezident olaraq, bir ölkə rəhbəri olaraq mən məsuliyyət daşıyıram. Amma ölənlər də var, yaralananlar da var. Mən axşam saatlarında baxırdım İran küçələrində deməli güc strukturlarının nümayəndələrinə qarşı insanlar necə aqressiv davranırlar. Onlar o mototsikldan gələn polis əməkdaşlarını deməli polis əməkdaşlarına şiddət göstərirdilər. Onları necə deyirlər zərbələrə məruz qoyurdular. İki şəhərdə İran faktiki olaraq nəzarəti itirib. Yəni bunlar ikisi də dini belə deyək radikallığın ən güclü olduğu şəhərlərdir. Amma mən hesab edirəm ki, indi ekranlarda da görürsünüz. Yəni bu mənzərədə artıq görünür ki, polis əməkdaşları da yavaş-yavaş vəziyyəti başa düşür və geri çəkilməyə başlayırlar. Bir sözlə, yenə də deyirəm, Amerikanın sözsüz ki, burada Amerikanın da müəyyən xeyir duası var. Necə ki, biz Venezueladan danışırıq, Rusiya Amerika münasibətlərində bugün səhər saatlarında baxıram, görürəm, qeyrətə gəlmiş Amerika prezidenti Senatdan deməli Rusiyaya qarşı belə deyək də ölümcül sanksiyaların işə salınmasına razılıq verib, fikir verin. Deməli, güya indiyə qədər bu sanksiyalar Rusiyaya hansısa bir ciddi təsir, yox, təsiri olmuşdu. Amma deyək ki, yox, belə tam şəkildə Rusiya iqtisadiyyatına təsir imkanları olmuşdu. Mən onu deməzdim. Amma hər halda İrandakı proseslər narahat edicidir və yəqin ki, o İran ali dili liderinin hətta ölkəni tərk edib hara gedəcəyi, yəni yenə də bəlli ünvan səsləndirilir, bəlli ünvan adı çəkilir, Moskvanın adı çəkilir, yəni başqa bir yeri yoxdur. Zaten harada deməli qovulmuş, devrilmiş və yaxud da ki, öz xalqına zülm edən bir rəhbər olubsa, onlar özləri üçün rahat bir yer həmişə Moskvanı seçirlər. İndi İranın dini liderindən danışırlar. Bilmirəm doğrusu o ora gedəcək, getməyəcək, amma görünən odur ki, İranda yaxın bir həftəyə yəqin ki, radikal addımlar atılacaq və qoşun, yəni dövrəyə girəcək. Qoşun da dövrəyə girəndən sonra orada yəqin yenə də ölənlərin sayı artacaq, artıq silahlardan istifadə olunur, artıq ölənlər var, yaralananlar var. Bir sözlə yenə İranda baş verən hadisələr, yəni bir qonşu dövlət kimi, bir qonşu ölkə kimi bizi də narahat eləyir və biz çox istərdik ki, İranda bir açılışım olsun, yəni müsbətə doğru açılışım olsun. Amma görünən odur ki, bəzi maraqlı qüvvələr həm dini liderlə öz haqq hesabını necə deyirlər gündəmə gətirirlər, həm də ki, Pezeşkiyanın da hakimiyyətdən getməsi üçün əllərindən gələni edirlər.